بسم الله الرحمن الرحيم. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Kadirli din kardeşlerim, hem kadirli milletteşlerim. Eûzü billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alemin. Vessalatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ya rabbil alemin. Бүгінгі дәрісімізді Раббыбыз Аллах Субхана ва Тағала исімі білән Бисмиллахи-рахмани-рахим деп ашып жіберәбіз. Һәм хәрефләребезне өйрәнергә керешәбез. Бүгінгі өйрәнәчәк хәрефебез безнең син хәрефе. Гарәп хәрефе син. Син хәрефенең язылышын аңлар өчен тактага карыйк. Син хәрефе Şin harfi kebek yazıla. Sin harfi şin kebek yazıla. Onun tek iş noktası gına bulmay. Şin harfini biz yazırga öyrəndigəndə onda bizning nek sin harfi kebek yazıla. Tek onun üstündə nərsəsi var? İş noktası var. Sin harfinin noktaları yok. Yazılışı nek şol şin harfini hatırlatır. Onun ismi sin. 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 Bir etrafın avazı s. Hem o nişke harf. Söz başında ol menə şuşu iş ırgağın olada sözün aldına kelip basa. Özündən orta kile turgan harfke tutaşkan bula menə şuşu urunu bilen. Söz ortasında biz yol boyunca yazıp kelebіз de menə şuşu iş ırgağını koyabız hem tağın yol boyunca kitəbiz. Менә bu urunu onun aldağı kelgen harfke tutaşkan urunu, менә bu onun arttağı kelgen harfke tutaşkan urunu. Hem indi söz azağında menә şulay yazıp kelebіз de şuşu iş ırgağын yazabız, anları asqa tüşüp koyabız. Bu indi onun alfabetdə turgan matur kıyafeti. Менә bu urunu bilen özündən arttağı kelgen harfke tutaşkan bula. Hem indi qarab ketik onu hərəkələr bilen. Fəthə hərəkə bizning hər vaxt yazılgan bula harfinin üstündə qıyğaçsızlıq bulub. Yazıp koyabız fəthəni hem oxuyabız. S dip. Kəsri yazıla hər vaxt harfinin astına oxuyabız. Si. Damma yazıla her vakit kişkine güne ötür formasında harfinin üstüne. Hem biz sin harfi bilen damma bizden su dip. Si, su. Hazır indi qararga kerak bizga sakin bilan nishik o'qila. Yozib qo'yamiz s harfin sakinni ham onu o'qir uchun olamiz hamzani o'qiymiz. S deb. Si, su, s. Si, su, s. Si, su, s. Менә qarayın indi. Bizning tilimizdə, tatar tilində bu harf var. Sakine, Salime. Harfi var. Bizning için bu harf bir nindi də ağırlıq tudurmay. Менә o indi şuşu bizning s harfin aytganda biz qalın aytganda nishik aytamiz. Harfning nindi harf ortidan bizning nishga suzuk avaz gelse biz nişke etip aytamiz. Например, si dip, indi qalın bulsa su dip, su. Menə bu urunda damma bilan o'qilganda bizning tatar tilindən nişkerek bularga tiş. Su, salqın su kebek tugul. Su. Nişikdir ezgine nişkeletibirək. Eng nişke formasında aytamiz u harfin. Su.
Сә, си, су. Сә, си, су, әс. Сә, си, су, әс. Инде хәзер китабыбыздан син хәрефенә күнегүләр карыйк. Алар безнең 20-нче биттә башланалар. Бәс, бәс, бәс. Сәм, сәм, сәм. Сир, сир, сир. Син, син, син. Сил, sil, sil. Səfəru, 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 səfəru. Səqaru, 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 səqaru. Səbəqu. 21-ci bitdən davam etəbiz. Səbəqu, səbəqu. Səbəqu, səbəqu. Sələfu, 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 sələfu. Səməku, 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 səməku. Fərasu, 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 fərasu. Məsləku, 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 məsləku. Məskənu, 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 məskənu. Muslimu, 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 muslimu. Musrifu, 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 musrifu. Simsimu, 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 simsimu. Əsləmə, 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 əsləmə. Yuslimu, 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 yuslimu. İsteysəra, 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 isteysəra. Yesteysiru, 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 yesteysiru. İndi tağın bir mərtəbə sin hərfi turunda qabatlab gedib. Sin hərfi dedik, bizning tatar tilimizdə var hərf. Şunun üçün ul bizning üçün ağır түгел. Sin hərfi nişkə hərf, şunun üçün ul fathı bilən bula hər vaxt səm, kəsri bilən si, dammı bilən su. Sə, si, su. Səkin bulan əs, əs. İndi yazılışı boyunca ul bizning şin hərfinə aşağıdan. Tik onun mənə şu şin hərfində bulatırğan iş nöqtası gına bulmay. Başqa bütün ilişi şin hərfini xatırlatır. Əgər də siz şu şey birini istə qaldırsanız, bu dərsni siz indi yaxşı etib üzləşdirən bulursunuz inşallah. Şunun bilən bizning dərsimiz tamam. Мен sizni qolgan darslarımda da kütüb qalam. Assalamu alaykum va rahmatullohi va barakatuh.